Elektrovebdə mənfəətləri hesabatına aparılması. Aylıq mənfəətləri hesabatına aparmaq üçün mühasibə bölümündən yansıtma fişləri servisinə daxil oluruq. Buradan yansıtma fişlərini seçib açılan pəncərəni görürük. Şubədə seçirik. Tarix aralığı seçirik ki, hansı ayda biz mənfəət zərəri öyrənmək istəyirik. Misal üçün biz noyabr ayının 1-dən noyabr ayının axırına kimi getirək. Kasım ayının 1-i və bitiş zamanı isə Kasım ayının sonu. Və qarşımıza burada bir yeni sətir əlavə etməliyik. Bunun üçün üstəgələ basırıq və ilk hesab kodunu seçirik. Bu nə deməkdir? Yəni biz burada mizana daxil olaq. Mənfəətlər hesabatında gəlirlərdən xərclər çıxırmalıdır. Gəlirin ilk başlanğıc kodu 6 olduğu üçün 6 basırıq. Son kodu isə raporlardan baxaq görək son koda. Deməli 6 gəlirlər, çeviririk xərclər və xərcin son hesab kodu. Buradan görürük ki, son xərc hesabın kodu 731.02-dir. Və burada da 731.02 qeyd edirik. İlk hesab kodunu 6 yazdıq. Son hesab kodunu isə 731.02 yazırıq. Deməli, son hesab kodu 731.02 seçdik. Açıqlama isə aylıq mənfəət zərər hesabatı. Mənfəət zərər hesabatı və yansıtma hesabı. Yəni ki, biz gəlirdən xərci çıxandan sonra mənfəəti və yaxud zərəri yansıdacağımız hesabı buradan seçməliyik. Amma hesabı seçməkdən əvvəl onu da yaratmaq lazımdır. Bunun üçün hesab planına daxil oluruq. Mənfəət zərər hesabı 8 kodları ilə başlayır. Ona görə buradan 8 yazırıq. Və 801-in altından özümüzə bir uç hesabı yaradırıq. Üstəgələ basırıq buradan. Adını qoyuruq. Noyabr ayı mənfəət zərər 2023. Kod olaraq isə uç hesab olduğu üçün ona bağlı bir kod yaradırıq. 801.001. Buradan uç hesabı seçirik. Tipi kassada olar, digərdə seçə bilərik. Biz hər ehtimala qarşı digəri seçək. Çünki tam olaraq kassa hesabı deyil çünki bu. Və qayd edirik. Və uç hesabı artıq hazırdır. Buradan həmin hesab koduna buradan baxa bilərik. Əlbəttə ki, bunun alacaq və borc hesabı boş görsənəcək. Çünki hələ buna mənfəət hesabı köçürməmişik. İndi buradan həmin o hesabı seçirik. 801.001 noyabr mənfəət zərər hesabı çıxdı. Eyləmlərdən eğitim videosuna da əlbəttə baxa bilərik və buradan yansıtma fişinə basırıq. Yansıtma fişi oluşturacaq emin misiniz? Evet-ə basırıq. Belirli birisi bagiesi olan hesabı. Bu birisi niyə gəlir? Çünki bunu yazdıqdan sonra buradan qayd etmək lazımdır. Dəyişiklikləri qayd edək və elənçinə yoxlayaq. Qayd edirik və yansıtma fişi 1-ə basaq. Oluşturacaq. Evet-ə basırıq. Və fiş artıq hazırdır. Buradan bizim gəlirlərimiz çıxılsın, xərclərimiz. Geridə qalan məbləğ isə bizim mənfəət və ya zərərimizdir. Bunun mənfəət və zərər olduğunu da bilirik. Görürük ki, bu alacaq hissəsində yazılıb 18.260.65. Deməli, şirkət, otel həmin ay içində 18.260 manat zərəri uğrayıb. Həmçinin bu hesab koduna mizandan da baxa bilərik. Məlumatım daha detallı olsun deyə. Raporlaya basırıq və kod olaraq burada 8-ə yazırıq. Görürük ki, hesab kodumuz burada 18.260 alacaqda görsənir. Yəni bu zərər hesabına gelib keçir. Biz bu həmin fişlərdən də baxa bilərik. Fişlər bölməsindən həmin yansıtma fişinə buradan baxa bilərik.
Buradan həmin fiş bizi qane etməzsə, yenidən hesabat aparacaqsa, silib yenidən mənfəət zərər hesabatı apara bilərik. Fişi silmək üçün fişi silə basırıq, evetə basırıq və fiş artıq silinmiş olur. Və yansızma fişimiz gördüyümüz kimi silindi. Silindiyini hardan bilə bilərəm? Fişlər bölümündən görürəm ki, həmin fiş burada yoxdur. Amma iptal edildi bölümünə baxsam, buradan həmin o silinmiş fişimi görə bilərəm. Tarix aralığını falan. Bunlar əvvəlcədən denədiklərimdir, oyundan səhv salmayaq. Deməli, mənfəət zərər hesabatı bu qədər. Əgər ikinci bir ayın hesabatı açılacaqsa, buradan 8-ci hesablara baxıb, bunun növbəti ay 801.002, yəni dekabr ayı mənfəət zərər. Həmçinin bu yansıma fişlərindən biz illik yansıma fişləri də apara bilərik ki, bu da növbəti mövzunun məzmunudur. Qeyd etmək lazımdır ki, yansıtma fişləri etməzdən əvvəl stok sayım olmalıdır, stok sayım inteqrasiyon olmalıdır, post tüketimləri prosesləri olmalıdır. Yəni bu ən son mərhələdə ediləcək prosesdir. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.